Dəyərli izləyicilər, Masazır qəsəbəsində sizlərə belə bir gözəl şəxsi tikili həyət evi göstərəcəm. Biz şəxsi tikilidir, bir daha təkrar üçün deyim. 1,7 sotdadır, sənəti qupçadır. Yola, əsas prospekt yola çox yaxındır, Masazır qəsəbəsidir. Qiymətdə irəliləyən dəqiqələrdə deyəcəm. Burada bizdə üst 4 yola navesi var. O hissəsində bizdə mətbəxdir. Bu naves hissəsində ən azından böyük bir stol açıb, bir 30 nəfəri, 40 nəfəri məclis yola vermək olar. Həyətin bu hissəsində də 2 maşın rahat şəkildə keçib, çölündə də saxlamağa imkan var. Yeri mükəmməldir. Yəni mükəmməli şəxsi tikili. Bir daha vururum, mətbəxdir, ehtiyat su çənidir, amma 24 saat suyu var. Burada cam balkonu var. Gördüyünüz kimi həyəti gül çiçəkdir. Tam səliqəli, səhmanlı bir evdir. Və evin bu hissəsində giriş hissəsidir. Ana giriş qapısı oradadır. Bizim burada hamam otağıdır. Bu hamam otağı nə üçün nəzərdə tutulub bu hissədə? Evin içində öz hamam otağı var. Yəni burada yayda bu naves hissəsində gələcəkdir. Oturdur olanda hamam otağını burada istifadə etmək rahat olsun. Yəni evin içinə girmədən istifadə etmək mümkün olsun. Yuxarıda da bağlı eyvanı var. Qiymət 155 min manatdır. Endirim olunacaq. Evə baxdıqdan sonra nağd satılır. Qupçalıdır. Çəkilişi qonaq otağına başladım. Qonaq otağımız çox genişdir və işıqlıdır. 155 min manat evin əşyasız qiymətidir. Əşyalı istəsəniz gəlib yerində danışa bilərsiniz. Əşyalar da demək olar ki, yenidir, az istifadə olunub. Tam cüt daşla tikilib sona qədər qonaq otağının möhtəşəm görünüşü var. 2 pəncərə ilə qonaq otağı və evin iç divarları da qoşa daşdır. Burada bizdə mətbəxə giriş, dəhlizdə belə bir dekorativ hissəsi var. Burada bizdə hamam otağı, evin içinə aid olan hamam otağıdır. Yəni evin yuxarı mərtəbəsində də hamam otağı var və pilləkənin altında belə bir kombi üçün yer nəzərdə tutulub. Pilləkənin də fıstıq ağacıdır. Burada bizdə mətbəxdir. Bir daha vururum. 155 min manata əşyasızdır. Əşyalar maraqlı olsa pul müqabilində danışmaq olar. Yəni evdə qalacaq kombi və bu gördüyünüz mətbəx mebeli. Qalan əşyalar çıxacaq 155 min manatın içində. Yəni endirim də var 155 min manat deməyinə baxmayaraq endirim də var. İkinci mərtəbəyə qalxırıb, pilləkənlər çox rahatdır. Otaqlar dəhliz vasitəsilə bölünür. Təcili satılır, onu da vurğulayım. İkinci mərtəbənin bağlı eyvanı var. Belə gördüyünüz kimi paltar eyvanı da buraya yerləşdirilib. İkinci mərtəbənin ümumi buradan dəhlizin görünüşü və hamam otağını göstərim. Duş kabinəsi kimi var. Və bizim burada otaqları bir-bir sizə göstərim. Otaqlar tam geniş işıqlı. Əsas odur təmiri göz qabağında səliqəli təmirləndir və ev qupçalıdır. Bir daha vurğulayım. 115 kvadrat evin içidir. 1,75 kvadrat ümumi torpaq ərazisidir. Yəni 2 sota yaxındır və qupçalıdır. Qupçalı o deməkdir ki, qanun notarial qaydada alqı-satqı olunacaq. Alqı-satqıdan sonra dərhal bu evə qeydiyyata düşmək mümkündür. Soyutma sistemi kondisioner kimi var. Alanla satan Allah xeyri versin.